yazmasında öz dəstə xətti olan, öz yeri olan bir şairimizdir. Şeirləri də çoxumuz tanışdır, oxumuşdur. Poeziyamıza heç kimə bənzəmir. Öz qələmi, öz yolu olan bir yazarımız. Bugün həm Bəxtiyarın 60 illik... Gəlin burada, bunlar boş qalmasın, gəlin qabaqda oturun. Gəlin qabaq, hə olur. Həm də Bəxtiyar bəyin 60 illik yüzdeyidir. Bugün münasibətilə Bəxtiyarı ürəkdən təbrik edirəm. Həm də sizin adınızdan, həm də öz adınızdan ona uzun ömür, can sağlığı, gözəl illər arzulayıram. Həm də Bəxtiyar artıq 3-cü şeir kitabıdır, 2-ci şeir kitabıdır. Həm Bəxtiyar din əhli olduğu üçün, həm imanlı şəxs olduğu üçün yazdıqları bütün o ədəbi ömründə onun necə deyərlər ki, Allaha bağlılıq, imana bağlılıq, saflıq, içindən gələn o insani keyfiyyətlərin hamısı o kitabda cəmlənir. Yəni mən oxumuşam, kitabın da redaktoru özüm olmuşam. Çox gözəl bədii ifadələr var, yeni ifadələr var, tapıntılar var. İnşallah oxuyacaqsınız, özünüz də tanış olub görəcəksiniz. Bir daha Bəxtiyar müəllimi bu 60 illik yubiley münasibətilə təbrik edirəm. Yeni Allah'tan arzu edən bu ikinci olması ilə 20-ci 30-cu olsun, 100 yaşasın. Yeni qələmi ilə yeni poeziyamıza gözəl nümunələr gətirsin, gözəl bədii nümunələr qoysun ortaya. İnşallah da olacaq. Əlbəttə ki, mən bugün Bəxtiyar müəllimin bizə bu şəraiti yaratdığına görə bizim Veteranlar Təşkilatının sədri, Suraxanı, həm vətən müharibəsi, həm hərbiçilərin o hərbi zadlarında hərbi Silahlı qüvvələrin Veteranlar Şurasının hər ikisinin sədri İlqar müəllimlərə təşəkkürümüzü bildiririk ki, bu şəraiti bizə yazıb. Biz istərdik ki, böyük bir yerdə keçirək və çoxlu adam dəvət edək. Bəxtiyar müəllim istəmədi. Həqiqətən də eləmək fikrimiz də var idi. Bəxtiyar müəllim istədi, mən istəmirəm. Öz xırda kollektivimizlə, öz bir-birimizdən olan bir yüngülvari bir tədbir keçirdik. Özü keçirmək də istəmirdi. Mən təklif edelim ki, belə bir tədbir lazımdır. 60 illik yubileydir, bunu heç olmasa qeyd eləmək lazımdır. Kiçik də olsa qeyd eləmək lazımdır. İndi isə mən sözü bizim Veteranlar Təşkilatının sədri İlqar müəllimə verirəm.